Salam əziz izləyicilər, mən Fizika Akademinin 2 üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə sabun və sintetik yuyucu vasitələr mövzusunun izahına nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sabun ali karbon turşularının, yəni C10-dan C20-yə qədər natrium və kalium duzlarıdır. Adi sabunun tərkib hissəsi polimetin, stearin və olein turşularının duzlarıdır. Əgər biz bərk sabundan danışırıqsa, onların natrium duzundan yox, maye sabundan danışırıqsa, onların deməli kalium duzundan söhbət edəcəyik. Əvvəllər sabunu yağlardan, yəni sabunlaşma reaksiyası ilə yağlardan alırdılar. Hal-hazırda sabuna olan tələbatın çox olması və yağların qiymətli xammal olması səbəbilə sabunu ucuz xammaldan, yəni neftin tərkibində olan parafinlərdən almağa başlayıblar. Alınma reaksiyalarına nəzər yetirsək, bunun üçün əvvəlcə karbohidrogenləri oksidləşdirmək lazımdır. Məsələn, C36H74 oksidləşdirəndə stearin turşusu əmələ gəlir. Alınmış karbon turşularına natrium OH və ya natrium karbonatla təsir edəndə bərk sabun alınır. Natrium OH ilə təsir edək məsələn, bu zaman bərk sabun almış oluruq. Amma yox, bunun natrium OH və ya da natrium karbonat əvəzinə kalium OH və ya kalium karbonatla təsir etsək, maye sabun almış olarıq. C-35COH-ın üzərinə gələk tutaq ki, kalium karbonat alınacaq maye sabun və karbon qazı əmələ gələcək. Buradan isə alınan maddə maye sabun alınacaq. Maye sabun adlanacaq. Bu alınma reaksiyalarıdır. Kimyəvi xassələrinə gələndə. Kimyəvi xassələr haqqında indi məlumat verək. Deməli, bunların sabunların yuyuculuq qabiliyyəti onların sudakı hidrolizinə əsaslanan bir hadisədir. Sabunlar qüvvətli əsas və zəif turşudan əmələ gəldikləri üçün qələvi mühit əmələ gətirirlər. Tutaq ki, bir dənə C17H35 CO natriumun hidrolizini etsək, bu zaman C17H35 COH, yəni stearin turşusu əmələ gələcək və natrium OH. Natrium OH da əlbəttə ki, natrium və OH ionlarına parçalanır. Burada köpüyü əmələ gətirən budur, stearindir. Amma çirki çıxardan isə təbii ki, qələvidir. Maye sabun yuyuculuq qabiliyyəti bərk sabuna nisbətən çoxdur. Sabunlar cod suda pis köpüklənirlər. Bunun səbəbi isə ali karbon turşularının kalsium və maqnezium duzlarının, hansı ki, cod suda kalsium və maqnezium ionları olur da. Yəni ali karbon turşularının kalsium, maqnezium ion duzları suda həll olmur. C17H35 CO kalsium, həmçinin C17H35 CO maqnezium. Bunlar hər ikisi çöküntüdür. Yəni bu da suyun pis, daha doğrusu sabunun pis köpüklənməsinə səbəb olur da. Buna görə də artıq bizə daha yaxşı köpüklənən, ləkəni daha yaxşı çıxardan vasitələr, təmizlik vasitələri lazımdır. Burada da artıq sintetik yuyucu vasitələr dövrəyə girir. Sintetik yuyucu vasitələr ali spirtlərin C12-dən C18-ə qədər sulfat turşusunun deməli mürəkkəb efirinin natrium duzlarıdır. Gəlin onlar haqqında danışaq. Sintetik yuyucu vasitələr. Baxın, CH2O, SO2O natrium və ya CH2O, SO3 natrium. Yəni sintetik yuyucu maddələrin formulları belədir. Alınma reaksiyasında isə deməli ali spirtin sulfat turşusu ilə reaksiyasından alınacaq. Ali spirt sulfat turşusu ilə reaksiyasından dönər prosesdir. Əmələ gəlir yuyucu vasitə, yəni sintetik yuyucu vasitə, daha doğrusu mürəkkəb efir əmələ gəlir birinci, sonra onun üzərinə natrium OH gəlsə, bizim sintetik yuyucu vasitəmiz alınmış olacaq. Natrium alkil sulfat,
Yəni sintetik yuyucu vasitəmiz alındı. Sintetik yuyucu vasitələrin ya da sintetik yuyucu maddələrin kalsium və maqnezium duzları suda həll olduğuna görə cod suda da yaxşı yuyuculuq qabiliyyəti göstərə bilirlər. Yəni cod suda sintetik yuyucu vasitələr öz yuyuculuq qabiliyyətini itirmir. Deməli sizinlə bugün sabunlar və sintetik yuyucu vasitələr haqqında danışdıq. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarda görüşənədək.